Hər kəsə salam dostlar. Sabahınız xeyir olsun. Bugün bayramı. Deməli, Məryəm xanım aparırıq hazırlığa. Daha sonra gedirik marketə alış-veriş eləməyə. Bugün Sadətgillə bağ evində görüşəcəyik. Qəşəng istirahət eləyəcəyik. Özümüz üçün bir piknik, mangal keyif edəcəyik, belə deyim. İndi Məryəm xanıma hazırlığa qoyub gedirik marketə alış-verişə. Hər birini detaylı sizlə bölüşəcəm. Daha sonra gedirik. Hazırlıqdan Məryəm götürən kimi bağ evdə, orada da Sadətgillə birləşəcəyik. Məryəmə hazırlığa qoyurum qızlar. Maşında məni gözləyirlər, qaçıram marketə. Kərim bəy gələn kimi oturdunuz maşınla. Neyinirsən Kərim? Sürürsən? Deməli gəldik qızlar, baharatdan başlayırıq birinci. Toz biber götürdüm, sumak götürdüm, ben başka ne götürdüm? Ben görək, burada da tuzlar filan. Çipsən yaxşı yeyilən bir budur, hadi. Onu bir balaca bir çipsən yeyilən. Hansı mı? Tuzlu deyir, tuzlu halsı da. Bir tane pendir için götürək. Bir tane tərəvəz bölməsinə gəldik qızlar, bir tərəvəzləri seçip götürürük. Tərəvəzləri qızlar götürdük, götürdüm. Onları götürməyə, suları götürməyə, simiçka götürməyə. Etdən çıxdıq qızlar. Demək olar ki, sıfırdan hər şey alındı. Çünki gecən orada qalacağıq. İmsakda da orada olacağıq. Buna görə çalışdıq ki, hər şey alaq. Şimdi gedirik evə, evdə də hazırlıqlarımızı görüb Məryəmi götürüb çıxacaq inşallah. Marketdə qızlar hər şey o qədər bahalaşıb ki, yəni belə adi, nə pomidordur, xiyardır, abur-cubur bu kimi şeylərdir. Ümumi bir siz nə qədər tutdu? 142 manat 98 qəpik, 143 paçdı pul tutdu. Həqiqətən də Allah kişilərin canını sağ eləsin. Yəni marketdən xəbərimiz yoxdur da. Mən şəxsən market alış-verişi demək olar ki, mən belə uşaqlara filan lazım olanda girirəm. Tək-tək şeylər götürürəm də. Belə qrupla alış-verişi kişilər eləyir. Xəbərimiz yoxdur. Marketdə hər şey qiyməti qalxır. Mama. Hə, yoldaşıma deyirəm, nə qədər çox tutdu deyir, nədir ki, bu deyir normaldır. Mama. Ayca. Masadır bu. Masadır. Bacı ki bacı. Bax gəlmişəm ki, uşaqların üzə mən gələnə qədər vişni, hər bir şeyini yığıb. Bacı, biz nə yığaq, nə götürək bacı? Hə, oyuncaq da götürür uşağa, sağ ol, ürəyim səni, Allah haqqı. Heç nə qızlar, özümüz də hazırlaşaq. Gəl sağ geçək kiprik yığın bacı. Pərşə geçək kiprik yığım eləyim, mənim kipriyim var. Deməli, Məryəmi hazırlıqdan götürdük, yola düşdük, yolumuz biraz uzundur, Mərdəkana gedirik qızlar. Gedim çatım, çəkəcəm. Belə sadə şəkillərini atmışdım. Bağ evinin çox qəşəngdir. Yenə də belə real çəkəcəm. Ailəmizlə istirahət etmək istəsəz, siz də gedə bilərsiniz. Əgər Bakıdan kənara çıxmaq istəmirsinizsə. Gəldi, axır ki çıxdıq qızlar. Qaqa dəymə də yiyəcəyik. Yətərsən qaqa, nə var, nə yox. Gəldi, axır ki çatdıq. Baxın. Baxın. Yuxudan durub bacı ona görə. Yaşam həyatım, sən də gel. Şöyle əladın içərisinə də girib baxacam. İçində bura içidir, ora içidir. Bura. Bəli, makaron. Salatlara var. Salatlar alır. Pərvin deyib ki, bugün kebaba şəxsən özüm nəzarət eləyəcəm. Bizim əlimiz dəyməlidir deyir ona. Aşkım, salatlar bax bunlardan aldım. Bax, bundan aldım bir dənə. Bir dənə bundan aldım. Bir dənə də bundan aldım. Bir də şimdi elədim. Pomidor biraz artıq aldım. Yumurta aldım ki səhərə pomidor yumurta eləyərik. Başqa. Şu. Qutardı. Belə pendir daha tutup bacı gecə acı bırakır. En az aldığın şey. Ne almışıq ya diye burada. Allah'ım günahlarına girdim. Allah mahvetini borçlukta. Yağı da aldım.
Sır. Mən bilirəm ki, bazarda Başka hiç ne aşkım. Şurada her şeyimizi almışım. Hər şey bu. Leyla xanım neymişiz? Bastırma. burada bastırma hazırlayır. Süper, ne? Bacıma bax. Görün evde ne getirip. Orada. Leylam, sən nəyini xoşlayıram? Elə ümumiyyətcə pərdə də. Bax, evdən o qədər hazırlıqlı gəlir. Qızlar, ümumiyyətcə Ədriyyətsiz mən Leyla rayona gedəndə o qədər hazırlıqlı gəlir ki, bu qız heç nəyi unutmur da, Allah'ım. Şimdi uşağın olsun sen de hazırlıklı olasın. Heç nəyi unutmur. Allah Bax, uşağın yediyinə qədər, içdiyinə qədər, yəni nöqtəyə qədər düşünür də. Leyla yemek içmeyi çok sever. Kababa vurmaq üçün ayrı kart. Az uşaqlar da yeyəcək. Çox da vurma. Hə? Leyla ümumiyyətlə yeməkdə çox həssasdır və onu açsansa da bizdə bütün ədviyyatlar hər cürə, hər növ, Bilirəm, onu mən hər yemək içinə. Atsa da bundan vurun. Yok da Bu geç. sırf toyuqdur yoxsa ətdir? Yok et. Ete bir tane tuz vuracak. Deyirəm də. Ete hiç neyi test ediyor. Elə olsun, bunlar manqaldadır qazanı. Həmin dostlar iftara hazır olacaq. Qəşəng iftar İftara süfrəsi hazır. hazır. Ben mangalı eləsəydilər, verərdim tərəvəzləri qabağa salardılar. Hə, manqal platını eləyər. Sadir, yavaş-yavaş hazırlayırsan. Hazırlayır, biz salatı öncədən eləyir. Baxın, mənim bacıma yəni əl işinə söz ola bilməzlər. Əlcəyim yadımdan çıxıb qalıb. Heç nə olmaz. Yəni, Adətən mətbəxdə qızlar əlcəklə görür. o əlcəsi işləmir, hə. Əlcəksiz işləmirəm. İndi bir bıçaqla falan idarə eləyəcəm. bunun bir dadı olacaq, bunun bir dadı olacaq. Bəh, bəh, bəh. Biz acısını bol eləyərdin gərək məncə. Hamısı elə Uşaqlara yoxsa... görə dedi ki, Elə? bizdə uşaqlar düz toyuq kebabı yemir əslində. Əti daha çox seviyor. Hə. Hayca, Şişləri götürün, ətlər də şişləyin də. siz gedin mangalı yandırın, o bizdəki. Projekte qalır. Mangal salatası alınır. Mangal salatsız olmaz. Yok yok vur şirin biber vurulur tatlı vur. Bakın. Önce Nigar indi bunu yoğacak geçen. Beh 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 beh. Qızlar, kişilərə çox əziyyət vermədik. Ona görə baldızım şişə çəkir. Əti də biz Leyla ilə çəkəcəyik. Kişilərə nə əziyyət düşdü? Bir dənə bazı manqalı yandırma. Bir de bakacaklar pişirip getirmişik yiyecekler. Hələ xoddan Akçeberli kızlar işte böyle olur. Burada hamı bir-birini çəkir qızlar. Hamı bir-birini çəkir. Baxan idi. Gəlsən, Allah yaxşı. Bu da mənim cübbulum. Dostlar, bir dənə bərdəli mənəm. Babalar nə demək istəyir? Bacı, mən təşkil Yaxındır bacıbərdə Dağcıbərdə yaxındır. Fikir vermə. Sevendi yoksa yok ama Akçeberliler kebabı sever. Həqiqət Ağzıbədlər kebabı çox sevərlər. İndi bacınız sizə bir mangal salatı düzəldəcək. Nə indi manqal salatı? Mənə deyirəm, amma sizə demirəm, mənə. Acı biber. Kameralar səni çəkir. Tədqiqəmə bax. Meşhur olduğumuz aşıklarına. Tacir'in təzə mahnısına baxmısınız? İndi göstərəcəm. İnş. Nə olur? Leyloş bilirəm. Kalatada koş. Biz seni kıraktan çekelim. Tacir göz dəyməsin, da bu gün elə ki qəşəng həmişə kimi. Dostlar, Tacir təzəcə kebabı yaman qəşəng çəkir, göz dəyməsin. Sən həmişə pis çəkir ki, qaqo. Hə, həmişə pis çəkirdi bacı. Hə, indi düzəlibdir. Son bir bu 5-6 dəfə pişirdiyim Qaqam elə düzəltmişkən, qəşəng, ətimiz qəşəngkən. çox ət gözəl. Gör nə ağarsan qaqa. Səsi alınır. Əti, amma görsən, ət seçmək bilinir ki, böyük seçib əti vallahi. Hə, atam qəşəng ət alır həmişə. Təşəkkür edirəm. Bilməm ki, bizi buradan izləyir. Təşəkkür et Tacir bəy. Qubruqdan xoşun gəlir Səadət. Bizim en sevdiğimiz. Her yıl. Kartofla quyruq olmasa, elə bilirəm kebabda nəsə çatmır. Allah. Gene olsun. Burada bax, o bir yer deyir ki, Leyla səni gözləyirəm, gəl. Bundan hər qəşəng qaldım götürür. Bakın ne güzel karışmalar. Özə təzə kartof almışam, bundan ötürü. Bax, balaca. Bax, balaca ki. Neftsiz. Kutuğa verək babası. Yox, var maşın. Bu arada neftsiz yandırır, ona görə biraz zilim olacaq. Süpürgəni də qoyub. Ne kadar aktarı tatlı. Asob deyəni süpürgəni qoyub asob ondan yerləsin. Amma yanır, altdan
Ha, yanıb inşallah. şey çıxır. Çıngıl. Ne inirsiniz eləyin, iftara qədər çatdırın. Bunlar pişdi ki bazı. Neler? Ha pişsin ben salatımı eləyim. İnanma. Kartoşkanı asobu bacın hilə seçib qaqa. Bacım da deməli kabab hazırlayır. Kabab deyirəm, manqal salatını necə hazırlayır. Elə olsun. Gözəl manqal salatımız da hazırlanır. Saadət də yeyə bitir ortada gəzir. Melis. Olmaz yanlış kadar oluyor. Bir iki gittiğini kafamızı bitirdi. Yaramaz. Diyoruz işte hocam. Yolda götürsünler. Ay be. Pişmeyen de hazır ki. Onu da bir kabak pişiriyor. Ortaya çıkıyor. Sonra pişenleri götürüp Kürəmiz qızlar hazırdır artıq. Birazdan da inşallah ki iftarımızın vaxtıdır. Kebabımız da pişib közün üstündədir. Orada saxlayırıq ki qaynar qalsın, soymasın. Həm əllərimizə sağlıq, həm də nuş olsun. Bizə göz haqqımızı da halal eləyin. Çok tuzu yerinde. Elə bilir ki, o duz az olacaq zaten. Bacı sen Allah bak düzündə. Baba düzündə. Bacının kartoşkası nə təri çıxıb? Göstərindən üzürsən. Görsən. Özə, bayaqdan tuzla başı qarışmışdı dostlarım, çox tuzlu. Gözən duzlu geçik olur bacım. Heç də. Gəlsin oturalım başlayalım. İftarımızı artıq açdıq qızlar su ilə. Arada da mən bir şey yedim. Evin en sevdiğim hissesi bax bura oldu. Yani bura bayıldım. Çox qəşəngdir. Akşam indi burada bir dənə qəşəng video falan çəkəcəyik. Bu tərəfdə hovuzda uşaqlar girib çimir. Çəkə bacı, mən gedim o tərəfləri biraz çəkim gəlirəm. Deməli qızlar, ümumi evi göstərim sizə. Oturduğumuz yeri onsuz da görümsüz. Evi belə ümumi göstərim. Evin içərisi deməli. Baxın, bu qonaq otağıdır. Burada Meliskamızın da əynini dəyişmişdi deyə biraz dağınıqdır. Bu bizim deməli. Bu bizim buradakı mətbəximizdir. İndi uşaqlar inşallah gecə yatanda düşünürük ki, burada da yəni mətbəx var, qonaq otağı var, salon var. Düşünürük ki, qəşəng qızlarla kinoya falan baxaq. Bura hamamdır. Burada deməli Pərişka ilə Nigar yatacaq. Burada biz. Burada Sadoşgil yatacaq. Baxın bu şəkildədir. Ümumi evin görüntüsü çox qəşəngdir. İnsanın ruhu dincəlir. Hələ dostlarınla, tanışlarınla gəlmişsənsə mövzu laf başqa olur. Əsl istirahət olur. Belə. Burada biz qardaşlar, bacılar, nə edirsiniz? Hoş geldiniz. Ayıqdan. Başlasın müşkat istəyir. Yaxşı eləyir. Qızlar, indi də oturmuş. Her keyfi yapıyoruz arkadaşlar. Oturmuş qızlar, indi də çayımızı içirik. O çok sıkı yoksa ben... Ərbin bacım bizə çay Geri verir. gelmişim. Ben bəylərə sual vermək istəyirəm.
Qaqa, tam səmimi cavab verəsən. Tacir. Qaqa ona çok pay aç ver, ne olar. Get versin Tacir əmin, hə. Bax, Hə. sual verirəm. Amma tam səmimi cavab verin iki qardaş. Ya cavab verin, nə Üçü bilim, cavab boşdur. Ver Siz baxın. Allah kişilərlə belə gəlmək yaxşıdır, yoxsa yoldaşlarınızla? Ayrı şeyler var da o. Mesela O şeylər nəyə var? kişiler olanda rahat olur. Biri mesela ağzına mesela bir söz çıkardığında fikirləşmədən çıxardı. Burada mesela özümüz yanma, onun da bir ayrıca özelliği var. Ayrı şeyler. Ya hansı gözəldir? Sərbəst Sözləri sözləri olanlarla. Niyə O belə sözləri ailənin axtarır? bir Da sən də yerdə qaqa. Düz deyir Tağ. Valla düz demirəm bura. Düz deyir. Allah. Deməli bizlər sizi xoşdur. Yox, xoş deyil, onu demirəm, başa düşmədik. Yəni elə Neyse, şeylər var ki, əlim məsələn, var. zarafatlaşırıq, olanlarla otururuq. Niyə bizlə də deyil günündə bizə? İndi bu dənə də sual verib qaqa. Qoy birini də mən verim bacı. Bax, yaralı yerimə Çünki elimizdə qalan toxundun. suallar- Yaralı yerimə toxun. Bax, deyir sizi oğlanlarla olanda rahat oluruq. Bəs biz niyə bir yerə gedəndə bizə imkan vermirsiniz oturaq? Lütər niyə? Yox. Zəng eləyən kimdir? Dayanmadan. Tamamı yıldırırsan, cəh bulan. Çünki qadınsız da narahat olur, görənlər. Və biz niyə narahat olmuyor? Biz yazanda niyə narahat olmuyor onlar? Bu biz yazanda ne olur? Biz yazanda da biz yazanda da bunlar yenə narahat olur. Biz yazanda deyirlər ki, kişilərlə oturmuşuq, ayıbdır. O kişilərlə oturmuşuq da. Belə də narahat oldu, elə Görsən bacı, bu belədir. Yazıq qadınlar onu bilirlər. Dayımdan sözüm yoxdur. Mənim yoxdur. Ona görə sizə nə çay düşür, nə də yemək. Arada bacı bunları narahat eləmək lazımdır. Bunlar deyirlər, heç nə çay düşürlər, hər şeydə eləyirlər. Hadi dilləri bunlar da deyirlər, boş. Mən ağzına su deyil ki, baxdan da həmin fikir açıqlam olsa mən gedərəm istirahat edəyəm. Sən bugün Bugün yox. Burada belə onu pişirərsiniz. Dərəcəm o maşında öz-özünə gedir. Mən yemirəm. qaqa təsəvvür elə maşını öz-özünə gedir. Mən hanım əlim? Kərim eləyir. Saadət. Ay Saadət. Nəsə var? Məzələrsən. Ama maşın özünü gedir. Tacir qorxu. Validə. Yox, qaqa. Oteldəkilər dalımıza şüpürə gəlir. Məryəmdir. Burada var. Validə. Bəli qızlar, vlogumuzun sonuna düşünürəm ki, vlogumuz sizlər üçün maraqlı oldu. İnşallah davamını çəkəcəm. Məryəm bir də Saadətin yanına davamını çəkəcəm. Kərimi yatdı, Melisini də Saadət yatızdırdı. Gəlsin ondan sonra biraz söhbətləşib eləyəcək. Ola bilsin ki, elə bir qısa bir söhbət vlogu gəldi. İzləmədə qalın, öpürəm sizləri. Hələlik.